Bu dərsimizdə number metodları ilə tanış olacaq. İlk olaraq var number bərabərdir 5 deyə qeyd etmişəm və bunun tipi number olaraq gəlmiş oldu. Əgər mən rəqəmi bir stringə çevirmiş olsam, toString metodundan istifadə edəcəm və tipi string dəyərində gəlmiş oldu. Yəni toString metodu ilə hər hansı bir rəqəmi stringə çevirmiş olduq. Daha sonra ədədi müəyyən sayda onluqdan sonra yuvarlaşdırmaq üçün toFixed metodundan istifadə edəcəyik. Bunu buradan silirəm və gəlirəm burada toFixed metodunu bu şəkildə yazıram. Baxın, indi hal-hazırda 5.65 dediyimiz zaman baxın 6 dəyərini vermiş oldu. Yəni ən yüksək dəyər kimi 6 dəyəri gəlmiş oldu. Əgər 4 yazdığım zaman 5 dəyərini vermiş olacaq. Yəni burada rəqəmi yuvarlaşdıraraq 5 və yaxud da ki 6 dəyərini almış olacaq. Əgər mən bura 55 yazsam 6 dəyəri gəlmiş olacaqdır. Daha sonra ədədi ümumi rəqəm sayına görə formatlamaq üçün toPrecision metodundan istifadə edəcəyik. toPrecision metodunu bu şəkildə yazırıq. Misal 5.55'dir. Burada 2 yazdığım zaman baxın sadəcə 1 və 2 rəqəmlərini bu şəkildə bölmüş oldu və 5.5 dəyərini bizə göndərmiş oldu. 1 yazdığım zaman sadəcə 6 dəyərini göndərmiş olacaq, yuvarlaşdıracaq və 6 dəyərini bizə vermiş olacaqdır. Bura 4 yazsam, qarşısına bir dənə 0 əlavə edəcəkdir. Mənfi 1 yazdığım zaman bizə geriyə heç bir rəqəm gəlməmiş olacaqdır. Və yaxud da ki 6 yazdığım zaman baxın bu şəkildə 3 rəqəm burada və digər 3 rəqəmi də sıfırlarla doldurmuş oldu. Bu ümumiyyətlə elmi hesablamalarda daha çox istifadə olunur. Bundan əvvəlki toFixed metodu isə maliyyə hesablamalarında ən çox istifadə olunur. Daha sonra dediyimiz kimi value of metodu vardır ki, mən new number yazdığım zaman bura və 5 dəyərini verdiyim zaman baxın bu hal-hazırda object bir tipdədir. Mən bunu value of metodundan istifadə edərək sadəcə number'ı baxın bu şəkildə geri qaytarmış oldum. Sadəcə dəyərini götürmüş oldum. Daha sonra dəyərin not a number olub olmamadığını yoxlamaq üçün isNone metodundan istifadə edəcəyik. Bunu bu şəkildə yazaq. İndi hal-hazırda number dəyərimiz vardır. Burada number nöqtə isNone metodundan istifadə edirik və number deyə yazırıq. Bu dəyəri buraya əlavə edirik. İndi hal-hazırda rəqəmimiz olduğuna görə not a number rəqəm deyil deyə yoxlayır. Rəqəm olduğuna görə false dəyərini vermiş oldu. Əgər mən bura string bir dəyər yazsam, baxın true bir dəyər gəlmiş olacaqdır. Çünki həqiqətən də rəqəm deyil. String bir dəyərdir. Dəyərin tam ədəd olub olmadığını yoxlamaq üçün isInteger metodundan istifadə edəcəyik. Bu da bura bir rəqəm yazıram və daha sonra number isInteger yazıram və number'ı bu şəkildə qeyd edirəm. Və baxdığım zaman true dəyəri gəlmiş olacaqdır. Əgər mən gəlib burada 10.5 yazdığım zaman baxın false dəyər gəlmiş olacaqdır. Çünki tam ədəd deyil. Sadəcə isInteger tam ədəd olub olmadığını yoxlayır. Stringi tam ədədə çevirmək üçün misal burada
50 piksel yazaq və parseInt metodundan istifadə edək və bura number bu şəkildə yazaq. Baxın, sadəcə 50 dəyəri gəlmiş olacaqdır. Burada hər hansısa bir 50.5 yazıram. Baxın, yenə eyni qaydada 50 dəyəri gəlmiş olacaqdır. 9 verdiyim zaman yenə 50 dəyərini görmüş olacaq. Hər hansısa bir söz yazıram. Yenə 50 dəyərini burada görmüş olacaq. Daha sonra parseInt metodu da bu qədər. Stringi onluq ədədə çevirmək üçün parsefloat metodundan istifadə edəcəyik. Misal bura 50.5 verdiyim zaman baxın, sadəcə 50.5 onluq rəqəmi belə deyək gətirmiş oldu. Ancaq parseInt ilə bunu yazdığımız zaman sadəcə 50 dəyərini bu şəkildə görmüş olacaq. Daha sonra dəyərin sonlu və yaxud da ki sonsuz ədəd olduğunu yoxlamaq üçün isFinite metodundan istifadə edəcəyik. Bura mən 5 dəyərini yazıram və bu rəqəm sonlu ədəddir və sonlu ədəd olduğuna görə true cavabını göndərmiş oldu. Əgər mən gəlib burada -5 yazsam, yenə sonlu bir ədəd kimi gəlmiş olacaqdır. 5.5 yazdığım zaman yenə true dəyərini almış olacağım. Əgər mən gəlib burada infinite yazsam, baxın, burada false dəyərini almış oldum. Çünki artıq bu sonsuz bir dəyərə çevrilmiş oldu. Və ya bura hər hansısa string bir dəyər yazıram və number yazdığım zaman yenə də false bir dəyəri görmüş olacaq. Ümumiyyətlə, number metodlarından ən çox istifadə olunanları, yəni real layihələrdə ən çox istifadə olunanları izah etdim. Ancaq bununla yekunlaşmır. Çünki bizim mat metodumuz da vardır ki, bu da real layihələrdə daha çox istifadə olunur. Növbət dərsimizdə mat metodlarını keçməyə çalışacaq. Gələn növbət dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.